Sarımsaq turşusunun rəngini bəyənməsəm yeyə bilmirəm. Özü sulumla suyu özündən dadlı alınır, rəngi də göz oxşuyur. Təzə sarımsaqları bol suyla yuyuram, üzərindən 1-2 qat soyuram. Çalışıram dişlərin üzərində bir pərdə saxlayım. 2 gün şirin suda saxlayıb 3-4 dəfə suyu dəyişirəm. Bu sarımsağa acılıq verən alisin maddəsini qismən də olsa azaldır. Torpaqdan çıxdığı üçün spesifik toxuma bənzər qurdlar olur. Çoxlu durulayanda onları da təmizləmiş oluruq. Şüşə bankalara yığıb bir hissəsinə pigment versin deyə çuğundur dilimi atıram. Həmçinin keşniş toxumu və yeni bahar da əlavə edirəm. Duz, şəkər tozu, limon duzu, 70% sirkə essensiyası töküb ağzına kimi soyuq su ilə doldururam. Miqdarları 3 kiloluq balon üçün açıqlamada yazmışam. Sərin gün düşməyən yerdə tam 1 aya yeməli hala gəlir. Əsl antioksidant deposudur. Xolesterini azaldır, soyuq dəyməyə qarşıdır. Antihelmin təsiri vardır. Qışda şorbalar, ərişdə, xəngəl, xaş, yağlı ət yeməklərinin yanında əsl hədiyyədir bu turşu. Bəs siz hər il sarımsaq turşusu qoyursunuz, yoxsa bazarlardan alırsınız?